Hal-hazırda Azərbaycan cəmiyyətinin cins tərbiyəsi varmı və valideynlər öz uşaqlarına bu cinsi mövzularda maarifləndirməni necə aparmalıdırlar? Valideynlər yeniyetmələri seansına gətirdikdə problemlər nədən irəli gəlir və dediyiniz kimi, məsəl üçün, oğlumun artıq 13 yaşı var, masturbasiya eləyir, mən bunu görürəm ailədə və mən çox pis təsir eləyir. Oğlum hamama girir, saatlardan hamamdan çıxmır və yaxud da ki, qız uşağıdır, qız uşağının 15 yaşı var, bu artıq hamamdan çıxmır, saatlardan güzgünün qabağında qalır. Qızlar bunu anadan gizlətməyə çalışır. Yəni, hamama girdikdə, at paltanın dəyişməsində belə o qədər səliqəli iş görürlər ki, anadan bunu gizlədirlər. Belə halda biz valideynlərə tövsiyə edirik ki, ya sən onunla uşaq yaşına, yeniyetmə yaşlarına otur, övladınla dost kimi danışmağa başla və yaxud da ki, zaman sonra onu psixoloqa və seksoloqa apararaq cinsi tərbiyə dərslərini keçməsi üçün bir əl at.